Hər kəs salam, evet Çınarda sizləri xoş gördük. Mövzu axınımız davam edir. Mövzumuz Forex barəsindədir. Forex özümüz öyrənməliyik və yoxsa təlimçi yanına getməli bu barədə idi. Öncəki videoda təlimçi yanına getməli və təlimçi seçərkən hansı 5 şərt qeyd elədik. Həmin 5 şərtləri riayət eləsək, yaxşı bir təlimçi seçmə ehtimalımız var. Və bu gün isə Forex-i özümüz necə öyrənə bilərik və mən burada özüm üçün və sizlər üçün 6 şərt qeyd eləmişəm. Düşünürəm ki, bu 6 şərt kifayətdir ki, Forex özünüz öyrənməyə və Forex barəsində məlumat toplamağa və mənimsəməyə kifayət edər. Və ilkin olaraq birinci şərt onu qeyd etmişəm ki, əsas anlayışı öyrənmək lazımdır. Forex nədir? Forex-də hansı cütlüklər var? Spreadlər, margin call, leverage və digər əsaslı anlayışlar var ki, o haqqında öyrənmək lazımdır. Və çox təəssüf olaraq bizdə bəzi təlimçilər birbaşa olaraq belə deyək, öyrənmək istəyən insanlara birbaşa ticarət barəsində danışırlar, birbaşa olaraq belə strategiyalar barəsində danışırlar, amma Forex-in əsasları, təməli nədən başlayır, nədən ibarətdir, o haqqda məlumat vermirlər və bu da belə deyək, həmin öyrənən şəxsin gələcəkdə hər hansı bir problemlə qarşılaşmasına səbəb ola bilər. Və əlbəttə ki, əsas anlayışları öyrənən zaman belə deyək, siz bazara baxdıqda artıq hər bir cütlüyün, belə deyək, cütlüklərin bir-birinə olan nisbətini, onların xarakteristikasını artıq mənimsəmiş olursunuz. Və ikinci prinsip texniki analizi öyrənməkdir və texniki analizi öyrənməklə siz artıq belə deyək, qrafikləri oxuya bilərsiniz və texniki analizdə hansı göstəricilər var, texniki analiz eləmək üçün bazarı siz hansı belə də indikatorlardan istifadə eləmək lazımdır, hansı indikatorlardan istifadə eləməlisiniz və yaxud da hansı strategiyalar var, artıq bu sizin öz seçiminiz olacaq. Nəyə görə? Ona görə ki, bəzi misal olaraq traderlər var ki, indikatorlardan ümumiyyətlə istifadə edəmirlər və belə deyək, müəyyən trend xəttlərindən istifadə edirlər, Fibo səviyyələrindən istifadə edirlər. Əlbəttə, hər bir traderin öz seçimi var və son zamanlar belə deyək, daha çox populyarlıq qazanan Smart Money, ACT kimi strategiyalardan istifadə edirlər ki, hansılar ki, onların əsası indikatorlara belə deyək, əsaslanmır. Və təbii olaraq traderin seçimindən asılıdır. Əgər bu indikatordan istifadə edirsə və texniki analizi onun üzərində qurubsa, o ona daha rahatdır və onu daha qəbul edə bilir, daha yaxşı qrafiki ona görməyə daha yaxşı təsir edirsə, təbii olaraq bu normal bir haldır. Və baxsaq ki, indikatorları nəzərə alsaq, müxtəlif indikatorlar var. RSI-dir, MACD-dir, Moving Average-dir və digərləridir. Təbii olaraq bunlar haqqında məlumat verirsə, videomuz uzun çəkə bilər və ona görə də ümumiyyətlə indikatorlarda texniki analizin lap dərinliklərinə getməyi bu videoda düşünmürəm. Bu video sadəcə olaraq Forex-i özüm necə öyrənə bilərəm, hansı prinsipləri öyrənsəm, mənim üçün daha rahat olar o haqqda da əsas. Və üçüncü prinsip fundamental analizdir və yaxşı olar ki, siz ticarət edən zaman fundamental analizə də belə deyək, baxasınız. Lakin onu qeyd etmək istəyirəm ki, bu mənim şəxsi düşüncəmdir və mən görmüşəm, biz belə deyək, Azərbaycanda olan traderlərdə, istər xarici olan traderlər arasında da fikir ayrılığı var. Bəziləri düşünürlər ki, Forex-də, sırf Forex-dən söhbət gedirsə, fundamental analiz orada elə də çox rol oynamır və texniki analizə daha üstünlük verirlər. Fundamental analizin əsas belə deyək, təsir edəcəyi maliyyə sahəsi səhm sahəsidir, səhm bazarıdır və düşünürəm ki, kripto bazarıdır. Və Forex bazarı isə fundamental analizə belə deyək, xəbərlər, məsələn, fundamental analiz nədir? Fundamental analiz xəbərlərin çıxmasında bazara olan təsirlərdir, mərkəzi banklardır, inflyasiya xəbərləridir, iqtisadi digər xəbərlərdir
və həmin xəbərlər zamanı bəli bazarda dalğalanma olur təbii olaraq. Lakin texniki analizə nəzər salsaq, dalğalanma olsa belə yenidən trend öz istiqamətində gedir. Və fundamental analiz barəsində müxtəlif belə deyək saytlar var, məşhur saytlar var. Siz əgər axtarış versəz bu haqqda çoxlu məlumatlar var və mən sizə investing.com saytını daha belə məsləhət görərdim. Misal olaraq mən də o saytdan istifadə edirəm. Düzdür, Azərbaycan dilində versiyası yoxdur, Azərbaycan dilində versiyası yoxdur, rus dilində, ingilis dilində və digər dillərdə var. Lakin düşünürəm ki, rus dili, ingilis dili bilən insanlar üçün investing.com saytı çox belə deyək yararlı ola bilər. Və belə deyək, dördüncü prinsipə gəlsək, dördüncü hissəyə gəlib çatsaq, burada demo hesabda məşq hissəsini qeyd etmişəm və demo hesabda məşq hissəsi traderə nə verir? Təbii olaraq əgər siz artıq başlamısınız Forex-lə bağlı məlumat toplamağa, Forex haqqında məlumat almağa, görərsiniz ki, siz ticarət etmək üçün həm demo hesab var, həm real hesab var. Təbii olaraq demo hesab adından da müəyyən olduğu kimi real pul olmadan virtual puldur və real pul olmadan siz ticarət edirsiniz. Düzdür, burada hər hansı bir risk yoxdur. Emosiyalar burada az olur. Belə deyək, insan daha burada belə deyək, itki yoxdur deyənə real pul olaraq itki ümumiyyətlə var, amma real olaraq pul itirmirsən, broker sənə belə deyək demo hesab verir və demo hesabda sən ticarət etməyə başlayırsan. İtki olsa belə o sənə elə təsir eləmir, çünki sən orada heç bir yatırım eləməmisən. Təbii olaraq qazancı da oradan çıxartmaq olmur. Yəni bu belə deyək də virtual hesabdır. Demo hesabda məşq eləmək üçün də belə Laurel dildə desək, məşq eləmək üçün broker tərəfindən verilən hesabdır və belə deyək, ən azından demo hesabda məşq eləmək lazımdır. Demo hesabda belə deyək, ticarət etmək lazımdır ki, artıq siz əgər hər hansı bir strategiyanı test eləyirsinizsə, həmin strategiyanın belə deyək, back testinə baxa bilərsiniz. Keçmiş zamanda dönüb həmin strategiya o keçmiş zamandan başlayaraq indiki dövrə qədər özünü necə aparıb onu yoxlaya bilərsiniz. Və yaxud özünüz hər hansı bir strategiya belə deyək qurmusunuzsa, istər indikatorlar əsaslansın, istər əsaslanmasın, siz burada yenə də back testə qayıdıb, geri zamana qayıdıb, indiki zamana kimi həmin öz strategiyanızı yoxlaya bilərsiniz. Düzdür ki, demo hesabda belə deyək, insan psixoloji olaraq rahat olur və nəzərə alsaq ki, orada itkisi olsa belə özündən, yəni yatırdığı məbləğdən, balansından heç bir itki ilə üzləşmir. Psixoloji olaraq yenə təkrar edirəm, rahat olur. Lakin demo hesabı belə deyək, boşa vermək olmaz. Və demo hesabla belə deyək, əgər siz məşğul olmaq istəyirsinizsə, ümumiyyətlə, yəni bu Forex-lə məşğul olmaq istəyirsinizsə, artıq siz brokerlərdən istifadə eləməlisiniz. Əlbəttə, hər bir broker də özü həm demo hesab, həm real hesab traderə təqdim edir. Və növbəti 5-ci prinsipimizə, 5-ci punktda nəzər salsaq, bu əsas belə deyək, Forex bazarının təməl prinsiplərindəndir, bazarın ən vacib hissəsidir. Çünki belə deyək, risk idarəçiliyi, trade mən elə düşünürəm ki, bu mənim şəxsi düşüncəmdir və illərlə belə deyək, bu bazarda fəaliyyət göstərən bir trader kimi onu demək istəyirəm ki, mən düşünürəm hər bir traderin risk idarəçiliyi fərqlənir. Təbii olaraq nəzəriyə baxsaq, görərik ki, nəzəriyyə bizə nə deyir? Nəzəriyyə bizə deyir ki, siz belə deyək, balansın misal olaraq 1%-ni, 2%-ni riskə ata bilərsiniz və misal olaraq sizin əgər belə deyək, $5.000 balansınız varsa, $5.000 real pul yatırım eləmisinizsə, onun 1 və 2%-ni, yəni $50-ni və yaxud da $100-ni riskə atıb ticarət edə bilərsiniz. Amma reallığa gəlib baxsaq, görək ki, reallıq tamamilə fərqlidir. Çünki nəyə görə? İnsan psixologiyası biraz realda demoya nisbətən başqa cür işləyir və sən düşünürsən ki, mən 1-2% risk edib, misal olaraq stop loss qoymuşam
və dərhal stop lossun işə düşə bilər və sən stop lossu artıra bilərsən və yaxud stop loss qoyma bilərsən. O artıq 5-ci punktun digər belə deyək ardıcıllığıdır. İndi isə hələlik balansın belə deyək kapitalından istifadə eləmək haqqında danışırıq və nəzəriyyədə 1-2% belə deyək balansı riskə atmaq nəzərdə tutulubsa, lakin reala baxsaq və realda görərik ki, təbii olaraq bu traderdən traderə fərq edir. Və ən əsas məsələ təbii olaraq disiplini, yəni qaydaları pozmamaqdır. Amma bəzən insan özünə asılı olmayaraq, trader özünə asılı olmayaraq belə deyək bu qaydaları pozur. Təbii olaraq bu qaçılmazdır. İstəyən kim deyirsə, indi ola bilər bəlkə də hələ misal olaraq trader ola bilər ki, psixoloji olaraq özü tam belə deyək özünü rahat hiss edir və tam bu qaydalara riayət edir. Amma düşünürəm ki, tam bu qaydalara, ümumiyyətlə nəzəriyyəyə riayət eləmək biraz çətindir. Və siz belə deyək, növbəti dəfə və siz əgər balansı daha çox belə deyək riskə atmaq istəmirsinizsə və balans risk idarəçiliyində qayda qanunlara riayət etmək istəyirsinizsə, təbii olaraq stop loss və take profitdən də istifadə etməlisiniz. Stop loss və take profit haqqında qısa onu deyə bilərəm ki, stop loss belə deyək sizin gün ərzində olsa daha yaxşıdır. Gün ərzində itirə biləcəyiniz, itirməyi daha doğrusu nəzərə alacağınız hər hansı bir məbləğdir. Təbii olaraq bayaqki punktda qeyd elədik 1-2%-ni, bəzən 3-4-5% də ola bilər. Yəni yenə deyirəm, bu balansın böyüklüyündən asılı ola bilər, balansın kiçik olmasından asılı ola bilər. Və düşünürəm ki, forex bazarında ticarət eləmək üçün və risk idarəçiliyini yaxşı həyata keçirmək üçün siz gərək yaxşı bir məbləğ yatırım edəsiniz. Və stop loss qoymaq bu bazarda yenə də deyirəm, fikir ayrılığı var trader arasında. Bəzi traderlər son zamanlar belə deyək, yeni traderlərin əsasən yeni traderlərin yürütdüyü fikirdir və onlar bildirirlər ki, stop loss qoymaq düzgün deyil. Sanki siz stop loss qoyanda siz belə deyək, bazarda olan market makerlərə artıq siqnal ötürmüş olursunuz ki, bizim stop lossumuz buradadır və onlar manipulyasiya edib sizin stop lossunuzu vurub, sizi bazardan çıxardıb, özləri isə məsəl o trendin belə deyək yönündə artıq davam edirlər. Və stop loss məsələsi də traderdən traderə belə deyək fərq eləyir. Stop loss mənim fikrimcə stop loss bəzi belə deyək anlar var ki, stop loss qoymaq da olar, bəzi misal olaraq vəziyyətlər var ki, stop loss qoymağa ehtiyac olmur. Təbii olaraq bu danışdıqlarım hamısı məlumat xarakterlidir və heç bir halda yatırım tövsiyəsi deyil. Bu bazar, forex bazarında təbii olaraq bütün belə deyək bazarlarda, yəni biznes bazarlarında risk mövcud olduğu kimi forex bazarında risk daha çoxdur. Ona görə ki, insan trader özü düşünür ki, bu bazarda daha çox gəlir əldə edə bilər. Bunun səbəbi yenə deyirəm, bu sferada olan və yaxud belə deyək olub da olmayıb da insanları aldadan şəxslər var ki, motivasiya xarakterli videolar paylaşırlar, həyat tərzlərini güya ki, yüksək səviyyədə həyat tərzi yaşayırlar, onları paylaşırlar və insanlarda bu maraq oyadır, insanlar can atırlar bu ticarətə, lakin real vəziyyətə gəlib çatanda tam bir fərqlilik olur. Və stop loss, yenə qayıdaq stop loss məsələsindən, stop loss məsələsi əlbəttə vacib məsələlərdən biridir, amma yenə də vəziyyətə uyğun olaraq bu dəyişə bilər. Take profit qoymağı mütləq şəkildə lazımdır, take profit qoymaq, amma take profit qoymaq məsələsi də. Take profit nədir? Məsələn, siz əməliyyat açmısınız və sizin əməliyyatınız gəlir səviyyəsindədirsə və gəlir verməyə davam edirsə, hər hansı bir səviyyə take profit yerləşdirirsiniz və həmin səviyyə gəlib çatanda siz artıq neyinirsiniz? Sizin əməliyyatınız gəlirlə nəticələnir. Yəni take profit götürür. Və take profit məsələsi də maraqlı bir məsələdir. Burada da traderlər arasında belə deyək, fikir ayrılığı var. Nəyə görə fikir ayrılığı var?
və real bazarda take profit necə işləyir? İnsan psixologiyası bu bazarda belə deyək var və müəyyən qədər gərginlik bəzən yaşayır və özündən asılı olmadan əməliyyat açırsan və görürsən ki, bazar belə deyək sənə gəlir verir, sən artıq gəlirdəsən və müəyyən korreksiya, biraz korreksiya artıq sən düşünürsən ki, bu ola bilər sənin take profitə çatmasın və gün ərzində ticarət eləmirsən deyənə hər hansı bir ticarət növü sənin belə deyək, beynivə gəlib səni çaşdıra bilər və sən dərhal nə edirsən, özün gəlirin bağlayırsan və qoymursan ki, take profitə çatsın. Və müəyyən və bağladıqdan sonra belə deyək, bazara izləyirsənsə, görürsən ki, korreksiyadan sonra qalxır, take profiti vurur. Və bəzən onun əksinə də olur. Sən take profiti gözləyirsən ki, take profitə və yəni ki, sənin gəlirli səviyyənə gəlib çatsın və sənin profitini götürsün, gəliri götürsün. Lakin görürsən, gəlir verir, qalxır, profitə az qalmış bir nöqtədən görürsən korreksiya verir və düşür aşağı. Və təbii olaraq yenə bu sənə psixoloji olaraq traderə pis təsir edir. Daha doğrusu pis təsir edə bilər. Nə qədər bu bazarda ticarət eləsən belə, yəni bu risk idarəçiliyindədir, risk menecmentləri, nə qədər sən bu bazarda ticarət eləsən belə, nə qədər professional trader olsan belə, bu bazarda belə deyək səhv etmə ehtimalın yüksəkdir. Səhv etmə ehtimalın var və bəzən sənin balansın ola da bilər ki, minusa gedib bağlanmamısan və bu minusdan belə deyək çıxış yolları da var təbii olaraq və bu artıq belə deyək kursun mövzularıdır, təlimçinin mövzularıdır və əgər belə deyək kimsə kursa belə deyək təlimçi yanına getməyi düşünürsə, ümid edirəm ki, həmin təlimçilər əgər minusa gedirsə balans və stop loss qoymamısansa, o vəziyyətdən çıxma üsullarını da belə deyək öyrənmək istəyən insanlara başa salırlar. Çünki bu belə deyək həmin minusdan çıxma məsələsi və həmin minusdan necə profitlə çıxmasan belə heç olmasa belə deyək başa-baş, yəni sıfırla, yəni minussuz, zərərlə çıxmayasan deyənə nə üsullardan istifadə etmək lazımdır. Bu haqda ümid edirəm ki, təlimçilər danışır və bu prinsipdə var. Yəni sizin nəzərinizə çatdırım ki, əgər sizin balansınız minusa gedirsə və minusdadırsa balans və siz stop loss qoymamısınız təəssüf olaraq hər hansı bir səbəbdən və əgər minusa gedirsə, bu minusdan çıxmağın, belə deyək, zərərdən çıxmağın yolları da var. Və risk idarəçiliyində emosional qərar vermə belə deyək anları da var və bu bayaq danışdım elə onları qısa barədəki itkini belə deyək zərərə əgər sizin balansınız gedirsə dərhal zərəri daha doğrusu biz bağlamırıq, amma gəlirli verirsə bizə bazar və biz başlayırıqsa bazardan qazanmağa müəyyən qədər gəlirimiz olandan sonra biz ticarəti dayandırırıq. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, ola bilər ki, siz az balansdan ticarət edirsiniz. Bunun səbəblərindən biri bu da ola bilər və siz belə deyək, onun səbəblərindən biri ola bilər ki, siz gün ərzində müəyyən qədər itki ilə üzləşmirsiniz və düşünürsünüz ki, həmin itkini heç olmasa qaytarım və əməliyyat açanda sizin əgər balansınız xeyriyə doğru gedirsə və artıq siz gəlirdəsinizsə, dərhal bağlamağı düşünürsünüz. Hansı ki, siz misal olaraq texniki analiz eləmisiniz və fikirləşirsiniz ki, mənim take profitim buradadır. Bu misal müəyyən bir səviyyə qədər qalxa bilər, amma bu qalxışı siz gözləmirsiniz. Nəyə görə psixoloji olaraq artıq fikirləşirsiniz, bəlkə buradan dönər aşağı və yenidən minusa gedər və mənim balansım daha çox belə deyək, itki ilə üzləşər. Ümumiyyətlə, Forex bazarında itkidən qorxmaq lazım deyil. Düzdür, itki olanda insan istər-istəməz bütün sahələrdə sən əgər itki ilə üzləşirsənsə, yəni normalda məsəl olaraq sən əgər 1 manat belə itirsən, cibindən 1 manat düşsə yerə itirsən, istər-istəməz onun psixoloji təsiri sənə olur. Yəni düşünmək lazımdır ki, bazarda da normaldır, itki ilə üzləşə bilərsən. Təbii olaraq, yəni bunu sən əgər ticarət edirsən və bu ticarət üzərində, Forex üzərində sən
biznesin formalaşıbsa, özünü bu sahədə biznes kimi belə deyək, biznesmen kimi aparırsansa, təbii olaraq sənin əsas məqsədlərdən biri də qazanc əldə etməkdir, nəinki itki ilə daim üzləşmək. Və risk düzdür, itki ilə daim üzləşən treyderlər, daha doğrusu hələ treyder olmayıblar insanlar. Mən görmüşəm müəyyən vaxtdan sonra bu bazardan təbii olaraq uzaqlaşıblar. Və bu artıq başqa bir mövzunun belə deyək mətnidir. Və nəzərə alsaq ki, emosional qərar vermə bu bazarda biraz çətin ola bilər. Yenə də əsas bu emosional qərarlar, yenə deyirəm, sənin balansından asılı ola bilər, sənin həmin günü psixoloji durumundan asılı ola bilər və nəzərə alsaq ki, sizin ümumiyyətlə ticarət edən vaxtı psixoloji durumunuz yaxşı bir vəziyyətdə olsa daha yaxşıdır. Nəinki aqressiv olasınız, gün ərzində məsələn hər hansı bir çətinliklə üzləşmisiniz və o sizə əgər psixoloji olaraq sarsıdıbsa, bu bazardan da uzaq durmağı məsləhətdir ki, artıq siz emosiyalarınızı bazarda idarə edə biləsiniz. Və risk idarəsi haqqında ümumiyyətlə belə baxsaq çox danışmaq olar və ən əsas da emosional qərar vermə, psixoloji durum bu bazarın belə deyək özəyidir, bu bazarın təməlidir və risk idarəsi ilə bağlı və yaxud emosional qərar vermə ilə bağlı ola bilər ki, növbəti videoda sırf onunla bağlı ayrı bir videoda olsun və çox yaxşı olar ki, siz öz fikirlərinizi kommentarlarda bölüşərsiniz. Hansı mövzuda daha çox video istəyirsiniz və növbəti 6-cı belə deyək punktda 6-cı prinsipə baxsaq, orada qeyd etmişəm öz strategiyanı qur və bu əsas prinsiplərdən biri də öz strategiyanı qurmaqdır. Və nəyə görə əsas strategiyalardan biri budur? Ona görə ki, ola bilər ki, siz hər hansı bir strategiyanı təlimçi yanına gedib öyrənə bilərsiniz və o strategiya sizdə misal olaraq belə işləməsin. Ya və ya o strategiyanı siz mənimsə bilməzsiniz. Ola bilər həmin strategiyanı 10 nəfər işlədir, 100 nəfər işlədir, milyonlarla insan işlədə də bilər. Amma siz onu belə deyək, həmin strategiya sizə belə necə deyim, loro deyə desək, yapışmır sanki. Və siz həmin vaxtı öz strategiyanızı qurmağı fikirləşirsinizsə, bu siz tərəfindən atılmış doğru addımdır və ümumiyyətlə strategiyalar barəsində onu ilk əvvəl demək istəyirəm ki, müxtəlif strategiyalar var. Təbii olaraq artıq siz bu bazara daxil olmusunuzsa və məşğul olursunuzsa, siz bu haqda sizdə məlumat olacaq. Strategiyalar, müxtəlif strategiyalar var, trend xəttləri ilə ticarət edənlər var, Elliott dalğaları ilə ticarət edənlər var, patternlarla ticarət edən var, harmonik patternlar var, onunla ticarət edən var. Növbəti videoda ola bilsin harmonik patternlar barəsində danışdım, çünki Azərbaycanda mən harmonik patternlardan istifadə edən təlimçilər görməmişəm və nəzərə alsaq ki, harmonik patternlar da maraqlıdır, onda öz çatışmazlıqları var və siz sonra Fibo səviyyələri ilə ticarət edənlər var, Smart Money, ICT və digər sistemlər də təbii olaraq mövcuddur və siz bu strategiyaları haqqında məlumatı ümumiyyətlə özünüz araşdırsanız daha yaxşıdır. Və mən bu illər ərzində neçə deyə belə deyək, bütün demək olar ki, strategiyalarla maraqlanmışam. İstər Wyckoff olsun, istər belə deyək, Elliott dalğaları olsun, istər yəni bilinən belə deyək, bütün demək olar ki, strategiyaları mən sınamışam. İstəyir patternlar olsun, istəyir harmonik pattern olsun, trend xəttləri olsun. Mən ən sevimli strategiyam ilk olaraq trend xəttləri olub. Və sonra gəldim Smart Money belə deyək, konseptinə daha doğrusu və gördüm ki, burada mən Smart Money konsepsiyasını yaradıblar, konseptini daha doğrusu yaradıblar, düzəldiblər. Yəni amma nəzərə alsaq ki, Smart Money belə deyək, baş əvvəldə insanlar və yaxud traderlər belə deyək, bu prinsiplərdən istifadə ediblər. Sadəcə olaraq həmin məsəl olaraq da orada change of character var, belə deyək, trendin dəyişmə nöqtəsi. Həmin nöqtəni biz də bu vaxt məsəl olaraq trend xətti çəkib görürük ki,
adlandırmamışdıq. Yəni burdan qırılma olsa və trend xəttinin üzərində qala bilsə və trend xəttinin üzərində qalandan sonra təsdiq tapıb yenidən yuxarı qalxma ehtimalı var. Və biz həmin vaxtı bəli Fibo səviyyələrindən istifadə edirdik. Sadəcə olaraq burada misal olaraq change of character, break of structure, PVG, nə bilim, order block bu sözlərdən yəni istifadə eləmirdik, amma yəni normal olaraq qrafika baxanda, yəni o səviyyələri ən azından görə bilirdik. Kimsə indi həqiqətən ağıllı tərpənib və həmin bu strategiyanı sözlərlə belə də ifadə edib və dünya miqyasında bu smart money-dən istifadə olunur. Və onu demək istəyirdim ki, mən smart money ilə də gəldim, məşğul oldum. Backtestə baxanda smart money-nin backtestinə baxanda həqiqətən görürsən ki, yüksək dərəcədə nəticələr verir. Bu mənim şəxsi qənaətimdir. Elə trader ola bilər ki, ona smart money və digər belə deyək strategiyalar onun üçün indikatorlarla olan bəzi traderlər var, sırf indikatorlarla belə deyək ticarət edirlər. RSI olsun, MACD olsun, moving average olsun, moving average-in özünün belə deyək səviyyələrini dəyişib onun üstündə ticarət edənlər var. Və smart money gəldim, onlarla başladım məşğul olmağa. Backtestə baxanda gördüm ki, backtestdə həqiqətən çox ideal səviyyədə işləyir. Çox belə ardıcıllıq var və trendin qurtarmağıdır, trendin başlamağıdır, trendin qırmağıdır. Amma real bazara baxırsan, görürsən ki, real bazarda elə deyil də. Yəni sən baxır ki, həm də traderin misal olaraq sən necə tradersən, günlük tradersən və yaxud uzun müddətli tradersən və yaxud scalping gün ərzində belə deyək ticarətlə məşğul olan tradersən, bu da səndən asılıdır və mən uzun müddətli belə deyək trader olmaq, yəni mənim psixologiyamda o yoxdur da. Yəni elə insan var ki, elə trader var ki, uzun müddətli məsəl üçün ticarətə əsaslanır onun belə deyək strategiyası, prinsipləri. Amma məndə o yoxdur. Yəni mən onu artıq mən onu belə deyək smart money-dən uzaqlaşdım və həmin misal olaraq gördüm ki, mənə lazım olan odur ki, mən gün ərzində giriş nöqtələrimi tapa bilim, bazarda giriş nöqtələrini tapa bilim və həmin bazarda gün ərzində nə qədər dalğalanma olur və həmin dalğalanmalardan mən öz gəlirimi əldə edə bilim. Yəni mən buna sırf belə deyək yönəldim və öz strategiyamı Allah həmd olsun qurmuşam və onun üzərindən ticarət edirəm və daha da təkmilləşdirirəm və bu bazar elədir ki, belə deyək traderi məcbur edir ki və trader özünü daha doğrusu məcbur eləməlidir ki, formalaşsın və maraqlansın və belə deyək bu bazarda müxtəlif variantlar tapmaq lazımdır, müxtəlif ticarət növləri tapa bilərsən və əlbəttə öz strategiyanı qurandan sonra onu təkmilləşdirməyə başlayırsan. Və onu demək istəyirəm ki, öz strategiyanızı əgər qurmaq niyyətindəsinizsə, ola bilər ki, belə deyək, hər hansı strategiya, o strategiyalar ki, artıq istifadə olunur, onun üzərindən də siz öz strategiyanızı qurub, öz fikirlərinizi belə deyək, formalaşdıra bilərsiniz və yaxud da hər hansı bir indikatorlara və yaxud da belə deyək, sistemlərə əsaslanıb öz strategiyanızı qura bilərsiniz. Təbii olaraq istənilən halda siz əgər öz strategiyanızı qurursunuzsa, düşünmək ən əsas riskin idarə edilməsidir, hesabın qorunmasıdır və ondan sonra gəlir haqqında düşünmək olar. Yəni burada fikir ayrılığı həqiqətən var. Yəni özüm öyrənməli və yaxud belə deyək, təlimçi yana getməli. İki tərəfin həm çətin belə deyək, çatışmamazlıqları da var, üstünlükləri də var. Yenə də artıq seçim sizindir. Mən bu prinsipləri təlimçi yana gedirsinizsə, o 5 prinsipi istifadə eləməyiniz fikirləşirəm ki, sizə yaxşı təlimçi tapmaq kömək edə bilər və Forex-də özüm öyrənməli və necə öyrənməli və burada 6 prinsip var. O haqda onu həmin 6 prinsip hansılardır? Bu videoya belə deyək, sabitləyəcəm videoya şərh bölməsinə və bu video haqqında olan bölməyə hissəyə sabitləyəcəm onları və düşünürəm ki, bu da sizin üçün uğurlu ola bilər. Bu belə deyək, prinsiplərdən istifadə eləsəz. Ümumiyyətlə sonda onu demək istəyirəm ki, istənilən halda ya təlimçi yana gedirsinizsə,
və yaxud da özünüz öyrənirsinizsə, bu forex-lə məşğul olmağı düşünürsünüzsə, riskləri nəzərə almalısınız. Risk menecment haqqında daha ətraflı məlumat almalısınız, məlumat toplamalısınız və balansı ən əsas məsələ balansı qorumaqdır. Əvvəlki videoda qeyd etdiyim kimi balansı şahdır. Şahı daim qorumaq lazımdır. Çünki balansı qorumasan, belə deyək, bazar sənə hər dəfə itkilər verə bilər. Ola bilər müəyyən həftə, müəyyən günlər itkilərlə üzləşəsən, lakin bazarda qazanmaq şansı həmişə var. Forex-i özüm necə öyrənməliyəm, hansı prinsiplə əsaslanmalıyam, o haqda videomuz bu qədər və düşünürəm ki, sizlərə xeyirli bir video oldu, məlumatlandırıcı video oldu. Təbii olaraq bu videoda olanların, bu videoda belə deyəm, paylaşılan məlumatların heç biri yatırım tövsiyəsi deyil və siz belə deyək, bunlar hamısı məlumat xarakterlidir və hər kəsə uğurlar arzu edirəm. İşlərinizdə də uğurlar arzu edirəm. Allah amanında deyirəm və növbəti videolarda görüşərik.